Bəzi qurumlarda insanlar iş vaxtından artıq işlərə cəlb olunurlar, amma buna görə heç bir əlavə ödəniş almırlar. Bu da onların haqlı narazılığına səbəb olur. Bəs əslində iş vaxtı nə qədər olmalıdır? İş saatı bitəndən sonra rəhbər işçini işdə saxlaya bilərmi və ona ödəniş edilməlidirmi? Məsələni mütəxəssislərlə araşdırmışıq, gəlin izləyək. Məcəlləsinə görə 5 günlük iş həftəsində gündəlik iş vaxtının müddəti 8 saatdan, həftəlik isə 40 saatdan artıq ola bilməz. 6 günlük iş həftəsində isə gündəlik 7 saatdan çox işləmək olmaz. İşçinin ən azı bir gün istirahət günü olmalıdır. Bəs iş saatı bitəndən sonra rəhbər əməkdaşı işdə saxlaya bilərmi? Biz adətən əksəriyyətimiz 9-dan 6-ya çalışırıq. Ola bilsin hansısa bir işçi 8-dən 5-ə çalışa bilər və yaxud 10-dan 7-yə çalışa bilər. Həmin işçi üçün ta ki onun iş vaxtı müqaviləsi üzrə razılaşdırılmış vaxtdır. Bir işçi əgər 9-dan 6-ya çalışırsa, 6-dan sonra əmək funksiyasını yerinə yetirirsə artıq iş hesab olunur. Təbii ki, bunun iş vaxtından artıq iş hesab olunması üçün də eyni zamanda həm işə götürənin müvafiq əmri, həm də işçinin razılığı tələb olunur. Ekspert deyir ki, əgər işçi razı deyilsə, rəhbər heç bir halda onu məcburi olaraq işdə saxlaya bilməz. Amma burada da müstəsna hallar var. Dövlətin müdafiəsinin təmin olunması, su, qaz, elektrik və digər kommunikasiya xəttlərində yaranmış problemin aradan qaldırılması, istehsalat qəzalarının aradan qaldırılması, onların nəticələrinin aradan qaldırılması və s. bu kimi zəruri hallarda işçilər yalnız iş vaxtından artıq işə cəlb oluna bilər və eyni zamanda qanunda müəyyənləşdirilmişdir ki, işə götürən ən qısa vaxtda işçinin iş vaxtından artıq işə cəlb olunmasını doğuran səbəbləri aradan qaldırılması üçün tədbirlər görməlidir. Qanunda həmçinin iş saatından artıq işə cəlb olunmanın son həddi müəyyənləşdirilib. Normal iş şəraitində çalışanlar ardıcıl 2 iş günü ərzində 4 saatdan artıq olmayaraq, ağır və zərərli işlərdə çalışanlar isə 2 saatdan artıq olmayaraq əlavə iş saatına cəlb oluna bilərlər. Artıq iş saatlarının əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Buna görə işçiyə yalnız əlavə pul verilməlidir. Bəs bu halda ödəniş necə hesablanır? İş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamız ödənilmə sistemində saatlıq tarif maaşının 2 qat məbləğindən aşağı olmamaqla əməyin işamızla ödənilmə sistemində işamızla əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli vaxtamız işçinin saatlıq tarif maaşından aşağı olmamaqla əlavə əmək haqqı məbləğində ödənilir. Məsəl üçün, işçinin A müəssisəsində işləyirsə, bunun tarif maaşı saatlıq 10 manatdırsa, işçi 1 saat əlavə işləyirsə iş vaxtından, o 2 qat elə bir verilir, 10 manatdırsa 20 manat hesablanır. Bu məsələdə hüququ pozulan vətəndaşlara Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət etmək tövsiyə olunur. 8 saatdan artıq işlədiyinə görə əlavə maaş ala bilməyən istənilən şəxs işə götürəni məhkəməyə verməklə hüquqlarını bərpa edə bilər. Ülviyə Sabir qızı, Sənan Kərimli, Cavidan Abdullayev, İqtisadi Zona.